Mən sənin qılıncının gücünə yaxşı bələdəm. Bilirdim ki, ərəblər arasında Əlidən başqa məni öldürən olmayacaq. Üzünə tüpürdüm ki, dişimi tez qurtarıb məni öldürəsən. Məni bu əzabdan, cəmaatın istehzalı baxışlarından qurtar, rahat elə. Biz Əhl-i Beyt Allah'ın rızasından başkası için heç nə eləmirik. Üzümə tüpürməyin qəzəbləndirdi məni. Qəzəbləndiyimə görə səni tez öldürsəydim, onda mən öz razılığımı Allah'ın razılığından üstün tutmuş olardım. Biraz var gəl eləyib, qəzəbimi sakitləşdirdim, tövbə elədim. İndi səni Allah'ın adıyla onun əmrinə görə öldürürəm.